Mən Sultan Murad Teymuroğlu, Buğra rayonunda doğmuşam və hal-hazırda da orada yaşayıram. Muraddağ istiqamətində gedən döyüşlərdə iştirak etmişəm və müharibədən sonra da xidmətimi davam etdirmişəm, 2 il xidmət eləmişəm. Xidməti bitirdikdən sonra rayona qayıtdım və iş üçün sənət öyrənməyə qərarına gəldim və bərbərlik sənətini öyrəndim. Ləvazimat almaq üçün belə bir agentliyin olduğunu bildim və oraya müraciət etdim. Dərslər oldu, qoşulduq dərslərə. Gəlirlə bağlı hesabatın çıxarılması, xərclər, gəlirin hesablanması, bu barədə mən orada bəzi məlumatlar əldə etdim. Bu dərslərdən sonra bizə lazım olan ləvazimatlarla bağlı suallar, işlə bağlı suallar verildi. Ondan sonra da sağ olsun təmin edilər mənə hər şey. Özümə salon açmaq istəyirəm, yeni bir salon. Öz tələbələrim ola bilər gələcəkdə və digər şəxslər, yəni işləmək istəyən şəxslər orada fəaliyyət göstərə bilər.